Bu gözəlliyi sizinlə paylaşmaya bilməzdim. Bir baxın görək bizim evə nə gəlib. Ağdaş Pambıqçısı ilk qəzeti 1936-cı il. Bunun hamısını çıxartmışam. Bura fikir verməyin, burada mənim yaradıcılıq xaosumdur. Bu qəzetdə ancaq bizim kəndimiz Əkşəm kəndi deyil, ətraf kəndlərin demək olar ki, hamısının adları keçir. Elə gəlin, baxaq görək bu birinci bizə rast gələn 29 yanvar 1936-cı ilin 5 nömrəli nüsxəsində hansı rayona birinci rast gəlirik? Elə Havarlı. Gəlin elə oradan başlayaq. Staxanov hərəkatına qoşuldular. Havarlı SSR qalxozunun zərbəçi üzvləri Staxanov metoduna qoşularaq öz işlərində yaxşı nəticələr göstərmişlər. Onu da deyim ki, həmin dövrlərdə hərflər indiki kimi oxunmur. C hərfi Ç kimi, Ç, C kimi və s. İndi özünüz də görəcəksiniz, buna görə çətinlik çəkə bilərəm. Məsələn, qalxoz üzvü Kamal Süleyman, Sadıq Calal oğlanları özlərini Staxanovçu elan edib, hər gün 2 hektardan artıq su suvarırlar. Halbuki, başqa qalxozçular gündə ancaq 0,75 hektar suvarırlar. Staxanovçu Kamal, indi Kamal oldu. Staxanovçu Kamal və Sadıq bu müvəffəqiyyətə ona görə nail olmuşdur ki, namuslu çalışıb öz arx və kanallarını yaxşı təmizləmişlər, sudan düzgün istifadə edərək 8 gündə 33 hektar şumu suvarmışdılar. Bunu da yazan Yusuf Yusufovdur. Valla belə oxuyuruq, amma bir təsəvvür edin də. 1936-cı il. Heç bir avtomatlaşdırılmış suvarma sistemi yox. 2 nəfər ikisi bir yerdə, cəmi 8 günə 33 hektar su suvarırlar. Bunun miqyasını belə təsəvvür etmək çətindir. 33 hektar təxminən hardasa, mən hesabladım, 46 futbol meydançası boydadır. Həqiqətən də elə qəzetə düşməli adamlardır. Buradan Havarlıya salamlar. Bilmirəm, yəqin ki, həmin Kamal Süleyman və Sadıq Calal oğlanlarının yaşasalar 90-100 yaş arası yaşı olar, yaşayırlarsa Allah ömür versin, rəhmətə gediblərsə Allah rəhmət eləsin. 100% tanıyırsınız, tanımamış olmasınız onları, kim tanıyırsa səs eləsin.